Zərli şəhid ataları, qarşınızda ilk öncə baş əyirik. Bugün qəhrəmanlar deyəri Biləsuvarın qəhrəman igid gəncləri vətəni qorumaq üçün üç rəyli bayraq altında əldə silah xidmətə yollanırlar inşallah. İlk öncə istərdik ki, elə bizim bu gənclərimizə, gələcəyin əsgərlərinə, elə şəhid atalarından xeyir-dua götürək. Mədət dayı, Çincdən buyur. 2018-ci il yanvar ayının birində mən burada əsas sözümlər sizin əsr həyat yolunuz bugünkü gündən başlayır. Bundan sonra biləcəksiniz həyatdan başlayır, həqiqi həyat, insan həyat. Əsgərlik xidmətidə ki, elə bir şeydir ki, orada geridən nə qaldı, o şey qaldı geridən. Orada biləcəksiniz, indi yaşamaq lazımda, necə işləymək lazımda deyirlər, nə bilim, amanlar elə gəldi, nə bilim, kimin şəkildir, yox. Həmişə ağıl. Addım atanda da fikirləşib, yüz ölçüb, bilmişib addım atmaq. Biləsuvardan o tərəfə gedib, Biləsuvar adını qazanan 10 minlərdir, 100 minlərdir əsgər var. Siz də onlardan biri olacaqsınız. Hərbi xidmətdə olanda da çalışın bir yerə şey. Silahdan heç çox qorxmayın. Nə qədər silah var, hamısını görürlər. Birinci baxmayın. Sağ olun. İkinci, o təlimlərdə hay bunun yiyin adımından qorxuram, limonkadan bunu ata bilirəm, nə bilim, bu belədir, mən belə eləyim yox. Bunların hamısını öyrənməlisiniz ki, səhər pozisiya yol gezəməz. Belə kimsə də orada gitti qalan deyil. 100%'dir, daydayı olanların adamları orada. Sizin hamıdır, 1 ay 15 gündən sonra pozisiya verəcək. Pozisiyada da çəkinim, qorxum, belə şeydə, ay nə bilim, belə silahı öyrənsin, düşmənlə üzrəki heç bir problem çıxmır. Heç vaxt istəmərəm ki, sizin ailələri mənim başıma gələcək. Allah sizə ailələrdə qismət edəcək həmçin. İnşallah Allah eyləsin ki, şad və sağ-salamat burada valideynizin yanında görək. İnşallah. Nə deyim, Allah. Bu ölçüdə həqiqətən də Getmirsən sən. Sən əsər getmirsən. Gətir orada. Əsl həqiqi həyat nə olan şey? Bunu öyrənməlisiniz. Bundan sonra siz ancaq bu cür fikirləşməlisiniz. Həmişə başınızda fikirləşin, ölçün, bitsin. Ondan sonra bu işi görürlər. Bir sənəndə çəkim, ölçün, qorxmuşsun. Nə vaxtda da istərsiniz, problemi yoxdur. Arda olsun. Mən gəlib sizi yoxlaya bilərəm. Böyle də hər dünyasında da əlim girməyən yer yox. Müdafiə Nazirliyinə. Söhbət orada şəhid atasından getmiş. Şəhid atası kimi gəlib kimdir, yox. Mən bitişəm. 79'da var. Ben de kalkıp okuyayım. Tanışam. Odur ki, mənim qabağımda hər dünyasında kimsə bu uşaqlı geylənlərdən atdan düşər. Yoksa burada ürəyət olacaq. Sağ getsinlər, salamat gəlsin. Həmişə Allah'ın Amin. Evin yeganə övladım, vətən uğrunda qurban verən ata, şəhid atası, Çingizəmi xeyir-dua verəndən sonra antiterror şəhidi Rəşid Zeynalının atası da, hətta bir övladı da 44 gün vətən müharibəsində qazi adına layiq görünən Mədət əmi. Buyur. Biləsuvar qəhrəmanları ya. Bol çəkibsən. Sizdən artıq dərəcə xahiş edirəm. Biləsuvarın adını saymayın. Sağ gedin, salamat gəlin. Allah şəhidlərimdə rəhmət eləsin. Qazilərimdə can sağlığı. Allah sizləri qorusun. Allah səninlə köməyin olsun. Çəkirsən, işıqlandırırsan. Bir dənə də söz deyim sizə, indi orada görəcəksiniz. Qarabağ üzrə elə bir yer yoxdur ki, orada Biləsuvardır, orada Biləsuvar sözü yazılmaz. Şanəm necəsən? Gəbərdim. Gəbərdim. Bu başdan düz axıra qədər, Kəlbəcərə qədər bizim uşaqlar Biləsuvar. 90%'ində Biləsuvarlılar gedir. Liderlərdən şəhid olublar, amma bir yaşlara çəkilmirlər. Hətta Ruslarla şəhid olan bizim kəndlər var. Şəhid olmamışdan qabaq ona 3 dənə güllə vurublar Ruslar.
Axırda qalib Rusubların kimləri deyib, yəni şu üstə də deyib. Nə də işedik ki, bu üstdən gündə vurmuşam, yenə də qabağa gəlir. Bax biləsi varlar belə olur. Əlbəttə. Hamısı da yazırlar ki, orada biləsi var. Qarabağda indi gedəcəksin. Bu başdan sonra. Hansı yerə götür, orada Alınmış torpaqlarda görətçisi onu demək istəyir. Yəni biləsi var sözü. Allah Allah sizə gəlir. bir də Gələcək sizə uğurlar arzu edirəm. Ailələrinizə də xoşbəxtlik. çox sağ ol, elə sən də görüş olarına. Yaxşı. Mədət əmi, bir dənə bir iki kəlmə də biz deyək sizdən. Bax, bizim qəhrəmanlar deyər Biləsuvarın qəhrəman gənclərsiniz. Bu gündən belə əynizdə vayin forma, əldə silah, üçrəyli bayraq altında xidmət aparatsınız. Siz belə deyək, bölgələrimizin hamısı qəhrəmanlar deyərdi. Ancaq Biləsuvar hər zaman yüksək, öndə gedən bölgələrdən olub. Balaca bölgə olmağına baxmayaraq, bax sizin kimi böyük ürəkli qəhrəmanları var. Biləsuvar mübarizlərinlə tanınır. Biləsuvar şəhidlərinlə, qəhrəmanlarla, igidlərlə tanınan bir bölgədir. Bax bu günləri şəhid atalar özlərinə borc verib ki, sizin kimi qəhrəman igidlərə gəlsin, xeyir dua versin. Siz də mübariz kimi igidlər, qəhrəmanlar diyarı olduğu Biləsuvarın adını lap tam yüksəklərdə tutasınız. İnanıram elə o dərəcədə də xidmətlər aparacaqsınız. İnşallah Biləsuvarın adı bundan da sonra yüksəklərdə hər bölgədən də üstün, yəni Biləsuvarın adını qaldıracaqsınız. Təşəkkür edirəm. İlk öncə sağ gedib salamat gələsiniz. İnşallah da yaxşı olur. Allah şəhidlərimizi yaşasın. Qarabağ Allah sizi var eləsin. Sağ gedib salamat gələsiniz. Var olasınız.